Regionun nəqliyyat xəritəsində yeni və strateji bir addım atılır. İranın Yol və Şəhərsalma Nazirinin müavini Hüşəng Beyzvənd bəyan edib ki, Ərdəbil dəmir yolunun Azərbaycan Respublikasına birləşdirilməsi İranın əsas strateji məqsədlərindən biridir. Muğam vasitəsilə reallaşacaq bu layihə Azərbaycan üzərindən Orta Asiya, Rusiya və Qafqazla ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacaq. Bu birləşmə Şimal-Cənub dəhlizinin ən mühüm halqalarından biri olmağa namizəddir. Ağ Ev Qəzza zolağında sülhün bərpası üçün hərəkətə keçir. Fevralın 19-da Vaşinqtonda Qəzza üzrə Sülh Şurasının ilk geniş tərkibli iclası keçiriləcək. Görüşün əsas mövzusu müharibədən zərər çəkmiş ərazilərin bərpası üçün beynəlxalq vasitələrin toplanması olacaq. ABŞ administrasiyası artıq onlarla ölkə lideri ilə təmaslara başlayıb. Bu şura bölgədəki humanitar böhranın həlli və uzun müddətli sabitlik üçün yeni bir diplomatik platforma rolunu oynayacaq. Azərbaycan və Ermənistan sülh prosesində kritik bir həftəyə qədəm qoyulur. ABŞ vitse-prezidenti James David Vance fevralın 9-dan 11-nədək Bakı və İrəvana rəsmi səfər edəcək. Onu bu səfərdə dövlət katibinin müavini Jacob Helberg müşayiət edir. Səfərin əsas məqsədi prezident Donald Trumpın regional sülh təşəbbüslərini irəli aparmaq və strateji əhəmiyyətli TRIP layihəsinin təşviq etməkdir. Bakıda keçiriləcək yüksək səviyyəli görüşlərdə regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri masada olacaq.